Ötən gün Qobustanda Mercedes-Benz və Toyota Prius markalı avtomobillər toqquşub. Qəza nəticəsində Mercedesin 61 yaşlı sürücüsü Zakir Ağayev vəfat edib. O, gənc xanəndə Rəqsanə Ağayevanın atasıdır. Faktla bağlı araşdırma aparılır. Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlanıb. Bildirilib ki, o çənə nahiyəsindən bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Gəncədə yük maşınları qəza törədib. Hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb. Belə ki, KAMAZ markalı yük maşını tırla toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır. Özbəkistan vətəndaşı Güzal Mamatova Bakıda həbs edilib. Özbək xanım yarım milyon manata yaxın dələduzluqda ittiham olunur. İş materiallarında qeyd edilib ki, Güzal Mamatova qızıl alveri ilə məşğul olub, lakin sonradan istiqamətini dəyişib. O, bir neçə nəfərin satış üçün verdiyi qızılları sataraq küllü miqdarda pulu ələ keçirib. Özbək satıcı zərər çəkmişlərin şikayətindən sonra polis əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Özbək müttəhim ittihamla razılaşmasa da, yekunda təqsirli bilinsə, 10 ilə kimi həbs edilə bilər. Ağdam rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bərdə-Ağdam avtomobil yolunun rayonun Uzundərə adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Toyota markalı minik avtomobili Mercedes markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və orada olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.